10.4 Xətti və budaqlanan alqoritmlər. Birinci sual, alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra z dəyişənin son qiymətini müəyyən edin. Burada x 27 ilə başlayır. Sonra z olur bərabərdir. 27 üstə gedək 3, 30. Sonra z-in yerinə 30 yazırıq. Bərabərdir. 30 üstə gedək 5, 35. 35-i də x 35 olur. 35-i də bölürük 5-ə. 7. Birinci sualın cavabı E variantı. İkinci sual, alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra y dəyişəninin son qiymətini soruşur. Burada x-ə 4 verib, y-yə 7, sonra c-ni x-ə bərabər eləyib, yəni c də olub 4. Sonra təzədən x-ə 7 çıx 2, yəni y çıxar 2, yəni 7 çıx 2, 5 olur x. Və sonda c-ni, yəni 4-ü vurur 5-ə 20. İkinci sualda da E variantı. Üçüncü sual. Alqoritmin verilmiş fraqmentin yerinə yetirilməsindən sonra yenə y dəyişənini istəyir burada. Bizdə c-yə 14, x-ə 71 çıx 2 mənimsədib. Yəni 69. Sonra c 14 idi. 14 vuraq 69 çıx 61. Bura olur 8. 14 vuraq 8. 2 yazırıq. 112. Üçüncü sualın cavabı C variantı 112. Dördüncü sual. X bərabərdir 4 dəyişəndə aşağıdakı alqoritm icrasından sonra y dəyişənin nəyə bərabərdir? Burada baxırıq. Y dəyişəni burada ödəmir. Ödəndir. 4 böyükdür 3-dən, bəli. 4-ün burada da baxırıq ki, icrasına 4-ün kvadratı 16, 16-nın üstünə 5 gələndə 21. Cavab 4-də B variantı.